Ey insan, bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb, bunların hamısı sorğusu olmayacaq, Allah təala buyurur. Qulaq, göz və qəlb, hamısı soruşulacaq. Ki, sən gözünlə harama baxırdın, yoxsa halala baxırdın? Sən qulağınla halal dinləyirdin, yoxsa haram dinləyirdin? Qeybət, böhtan, nəmmamlıq, musiqi və yaxud dilinlə Allah'ı zikr edirdin, dua edirdin, yoxsa əksinə yalan danışırdın, böhtan atırdın, nəmmamlıq edirdin. Ona görə Allah subhanahu wa ta'ala bu neymətləri sənə bəxş edib, ona görə də Allah Teala həmd et ki, görürsən. Və bu gözünlə Allahın kitabını oxuya bilirsən. Bu qulağınla Allahın kəlamını, Allah Rasulunun buyurduqlarını dinləyə bilirsən. Dilinlə Allah'ı zikr edə bilirsən. Dua edə bilirsən. Bu neymətə görə şükür et. Ona görə Allah Teala buyurur ki, əgər siz şükür etsəniz, sizə olan neymətləri artıracaq.